Siz inşallah yaxşısınızdır. Bugünkü videomuzda Tsunami oyununda bir neçə 7 gün əvvəl deyəsən bezimi göstərmişəm. İndi göstərəcəm. Gördüyünüz kimi bezimin toplam gəliri 348 tam 153'dür. Köynəkdir. Göstərəcəm. Bezimdə olan şeylərdə. Rab sahur var. 84 köynək radioaktiv. Alessia var. 101 köynək UFO. Kaz var. 90 köynək UFO. İş yani Rab sahur var. 24 köynək. Unglito Samito var. O da radioaktiv 11 köynək. Burada da eş sahur var. 35 köynək radioaktiv. Oyunda dəyişən şeylər göstərəcəm. VIP bölgəsi dəyişib. Artıq qabaqda deyəsən VIP var. Buradakı VIP'lər ayrı, qabaqda bir dənə VIP yer var, o ayrı deyəsən. Burada dəyişmədiyini tam bilmirəm. Ancaq yenə göstərməm. Burada belə. Və almıram, dəyərlərinə görə almıram. Burada görürsünüz ki alan büyüyüb. Burada alan büyüyüb, daha yekə olub və gördüyünüz kimi oraya yekəliyib. Göster. Metrolara layıqdan saymaq olmaz. 7 megabayt görünəsə nə canlı. VIP bölgələri falan həmənkidir, ancaq yekəlib çox alan. Ay. Sonra həmənki kimi burada nəydi? Craft makinesi var. Burada çarxımız dəyişib, uzaylı alien falan var. Bunu bilmirəm, bu təzə gəlir. Bu, yəqin jeton toplayırsan, bunlar bastım. Dayandırmaq da olur. Xoşuma gəldi ya. Burada elə oyunun ilk halindən bəri var bu da. Satma makinesi. Buna gərək yoxdur. Durduğun yerdə satmaq olur tabii. Brain rotları, brain rot sat. Sonra ne göstərir? Yəqin göstərir, nəsə qalmadı. Video tez bitməsin, ona görə bez qabağa gedəcəm. Video beğen atıp abone olmayı da unutmayın. Çok lazımdır. Ben evet dün video attım. Dün diye atmadım. Bugün atıyorum video. İki-üç gün ara keçir sonra video atıyorum. Bunların deyəsən 13. videom falan. Alan həddindən artıq böyük. Mənə görə alan böyüməsi savaşmamaq üçün demiş. Yəni çox vaxt bunu hamı soxanı saldır adama bir dənə vurur. Eləməmək üçün eləyir. Yəni uzaq qala bilək də bir-birimizə. Düşməni elə bir. O dəyəridir. Abicim yavaşlar. Tez saxla. Radioaktiv ağır var məndə. Bunu söylədim, bu çox pul verir. Hətta craft'a qoymuşsunuz, craft'a denir. Buna köre 105 seviye falan.
Yaxşıdır. 88 şöyle verdim. Görüm nə qədər verəcək. 3 bir koyacaq daha yaxşı olar. Bari koymayacaqlar. Bana bu belə cic deyirlər. Dururlar craft maşinesinin içində. Koyanda hədiyyə verəsən. Adama bir çömleği çıxdı. Gedim qabağa biraz da götürürüm. Çünki 3 dənəsini qoysan şans daha çox olur. İkisini götürürüm, bir 10 köyde falan özüm. Yaxşı çıxsın craft maçı. Öldüm eləmi. Da çeşsin, var mı? Görsəm mi tam? Çatdıram onu. Az gəldi da. Tuhaf da. Qadı gəlir onunla keçənə baxar. Gəlir ancaq nə qədər dal-dal gəlib. Nə təşəydir. Şükür. Rainbow 67 var götürəcəm bunu. Bir icazə verəsənlərmiş. Bir də burada material var. Bunu da götürün çox pahalı. Ay bunu səhv elədim mən. Nə götürüm? Götürdüm. Şimdi craft'a koyacağım ki bura mənim deyil. Buradan alıyorum. Şöyle ekranı. Ne yapayım? Ne kadar? On çoğu değilim ona. Ne diye? Seçim dedi. Niye basmaktayız? Ne oldu? Sonunda. Şansda elə 10.000 deyəndə 10 dəqiqə olub. O baxımdan da yaxşıdır. 9 səviyyəsi 400.000 verir. Milyonu bir. Bu nə təşkildir? Oyun dolur adam. Bu bir pox verməyəcəyəm sizə. Abi 90 seviye çattı ne balası. Abi adam çok zor olacak. Craft makinesine koy. İnşallah çöleri çıxar bir çöne. Yaxşıdır. Çödə verdim çöne aldım. O baxımdan yaxşıdır qalsın. Yəni az çöne versə də qalsın. Sonra ara bilərik. Məncə bu video bu qədər olsun. Videomu bəyəndiniz, aşağıdan abunə olub like atmayı unutmayın. Bye bye.